Книга «Секрет», часть 37. Некоторые люди действительно следуют этой идее и придерживаются ее. Некоторые люди, bəzi insanlar действительно следуют этой ideye. Həqiqətən də bu ideyaya, bu fikrin arxasınca gedirlər, yəni bunu izləyirlər и придерживаются ее, ona əməl edirlər. Они говорят, я загорелся. Onlar deyirlər, я загорелся, o deməkdir ki, yəni mən həvəsə gəldim. Я посмотрел этот фильм и собираюсь изменить свою жизнь. Mən bu filmə baxdım və həyatımı dəyişməyə hazırlaşıram. А результатов все нет и нет. Amma nəticə burada cəmdə olsa da biz Azərbaycanda nəticələr demirik. Yəni nəticə yoxdur ki, yoxdur. Под поверхностью они почти готовы добиться успеха, но человек смотрит лишь на первичные результаты и говорит. Под поверхностью, поверхность səth deməkdir, səth. Yəni səthin altında, bu da deməkdir ki, bilinç altında mənasında da, yəni hər şeyin altında. Они почти готовы. Onlar demək olar ki, hazırdırlar. Добиться успеха. Uğura çatmağa. Но человек смотрит, amma insan baxır, лишь на первичные результаты, ilkin nəticələrə и говорит və deyir. Нет, эта штука не работает. Yox, bu işləmir. И знаете что? Və bilirsinizmi nə? Вселенная отвечает, kainat cavab verir. Твое желание – закон для меня. Sənin arzun, istəyin mənim üçün qanundur. И все исчезает, və hər şey yox olur. Стоит позволить одной мысли о сомнении проникнуть в ваш разум, и закон притяжения скоро приведет к вам множество подобных мыслей одну за другой. Стоит позволить одной мысли о сомнении проникнуть в ваш разум. Ağlınıza, dərəkənizə şübhə haqqında bir fikri düşünmək bəs edir. И закон притяжения və cazibə qanunu скоро приведет к вам, tezliklə sizə gətirər множество подобных мыслей. Çox sayda oxşar düşüncələri. Одну за другой, birini digərinin ardınca. Если в вашу голову закралось сомнение, немедленно гоните его прочь, пусть уходит. Если в вашу голову закралось сомнение, zakrasça feili düşmək, dammaq deməkdir. O diriyi ürəyə dammaq. Burada da, yəni sizin ağlınıza, başınıza belə bir şübhə düşübsə, немедленно гоните его прочь. Dərhal onu, yəni qovun özünüzdən. Пусть уходит. Qoyun getsin. Замените его мыслью. Onu düşüncə ilə əvəz edin. Я знаю, я принимаю сейчас. Mən bilirəm, mən indi qəbul edirəm. И прочувствуйте это. Və bunu dərindən hiss edin. Узнав о законе притяжения, я захотел испытать его и посмотреть, что получится. Uznav o законе притяжения, cazibə qanunu haqqında öyrənib, я захотел испытать, mən onu sınaqdan keçirmək istədim и посмотреть, что получится. Və baxmaq istədim ki, nə alınacaq. В 1995 году я сделал так называемую доску визуализации того, чего я хотел достичь или притянуть. 1995 ildə я сделал так называемую, mən elədim bu cür adlandırılan, yəni dosku vizualizasiya, təsəvvür lövhəsini düzəltdim. O şeyin təsəvvür lövhəsini ki, чего я хотел достичь и притянуть. Nəyə mən çatmaq istəyirdim və nəyi çəkmək istəyirdim. Например, часы, машину или подругу жизни. И я вешал изображение своей мечты на эту доску.
Misal üçün saat, maşın və yaxud da həyatımın rəfiqəsi, yəni podruqa, yəni həyat yoldaşı kimi düşünə bilərsiniz və yaxud da ki, sevgili kimi də həyatının qadınını. И я вешал изображение своей мечты və mən öz arzumun rəsmini asırdım на эту доску, bu lövhəyə. Каждый день я садился за рабочий стол, смотрел на эту доску и начинal vizualizировать. Hər gün mən bu masaya əyləşirdim, смотрел на эту доску, bu lövhəyə baxırdım и начинal vizualizировать və başlayırdım vizuallaşdırmağa, yəni görsəlləşdirməyə. Я действительно ощущал себя так, как будто все это у меня уже есть. Я действительно ощущал себя так, mən həqiqətən də özümü o cür hiss edirdim ki, как будто все это у меня уже есть. Sanki bütün bunlar artıq məndə var. Потом я собрался переезжать, и мы olmalıdır burada. Мы оставили всю мебель и коробки на хранение на складе. Потом я собрался переезжать. Daha sonra mən köçməyə hazırlaşdım. И мы оставили всю mebel və biz bütün mebelləri, и коробки, qutuları оставили, yəni qoyduq на хранение на складе. Skladda biz qoyduq saxlamaq üçün. За 5 лет я переезжал 3 раза и в конце концов очутился в Калифорнии. Купил этот дом, ремонтировал его в течение года, а потом привез вещи со склада. За 5 лет я переезжал 3 раза. 5 il ərzində mən 3 dəfə köçmüşəm. И в конце концов очутился в Калифорнии. Və sonunda, yəni в конце концов, həm nəhayət, həm də ki sonunda deməkdir. Sonunda mən Kaliforniyaya düşdüm. Очутился, yəni düşdüm, artıq orada oldum. Купил этот дом, bu evi aldım. Ремонтировал его, onu təmir etdim в течение года, 1 il ərzində. А потом привез вещи со склада. Və sonra əşyaları skladdan, yəni ambardan gətirdim. Однажды утром мой сын Кинан зашел ко мне в кабинет и прямо у двери наткнулся на одну из тех коробок, что простояли закрытыми в течение 5 лет. Однажды утром мой сын Кинан, bir gün mənim oğlum Kinan, зашел ко мне в кабинет, mənim kabinetimə gəldi, yəni mənim yanıma, и прямо у двери və düz qapının ağzında наткнулся на одну из тех коробок. O korobkalardan, qutulardan birinə rast gəldi və yaxud da ki birinə ilişdi mənasında. Что простояли закрытыми, hansılar ki bağlı formada qalmışdılar в течение 5 лет. 5 il ərzində. Что в этих коробках, папа? Спросил сын, а я ответил. Bu qutuların içində nə var, ata? Oğlum soruşdu, mən isə cavab verdim. Это мои доски визуализации. Bu mənim vizuallaşdırma lövhələrimdir. А что это такое? Bu nədir belə? Я сказал, ну это куда я собираю все свои цели. Bu hara ki mən öz məqsədlərimi yığıram. Я вырезаю или нахожу картинки и фотографии того, чего я хочу получить в жизни и вешаю сюда. Я вырезаю или нахожу картинки и фотографии. Mən kartinka rəsmlərdir, fotoqrafiya da şəkillər deməkdir. Rəsmləri və şəkilləri tapıram və kəsirəm. Vырезать, yəni bir şeyin içindən kəsib çıxardıram. Фотография того, yəni o şeylərin ki, şəkillərini və rəsmlərini, чего я хочу получить в жизни, nəyi ki mən həyatda əldə eləmək istəyirəm, и вешаю сюда və bura asıram. Конечно, в 5,5 лет он не очень-то меня понял. И тогда я сказал, əlbəttə, в 5,5, yəni 5 yaş yarım olub oğlunun yaşı. Ümumiyyətlə, nə yaş yarım deyiriksə, bu formada deyirik. Misal üçün, 3,5, 6,5. Burada da 5 yaş yarım olan, yəni oğlu,
O məni çox da başa düşmədi. И тогда я сказал və onda mən dedim. Сынок, лучше я тебе покажу. Oğlum, ən yaxşısı mən sənə göstərim. Я вскрыл коробку, и на одной из досок обнаружился дом, который я визуализировал 5 лет назад. Я вскрыл коробку, mən korobkanı açdım, qutunu və bu qutulardan birində обнаружился дом, yəni o dom, ev aşkara çıxdı, который я визуализировал 5 лет назад. Hansı ki mən 5 il əvvəl vizuallaşdırmışdım. Я был совершенно потрясен, потому что ты yenə burada, потому что мы olmalıdır burada. Мы теперь жили в этом доме. Этот da yox, этом olmalıdır. Я был совершенно потрясен. Mən tamamilə yəni təsirlənmişdim. Потому что мы теперь жили в этом доме. Ona görə ki biz indi bu evdə yaşayırdıq. Не просто в похожем доме. Burada hərf səhvləri gedib yazıda. Mən screen edirəm bunları saytdan, ona görə düzəliş edə bilmirəm. Похожем доме. Не просто в похожем доме. Yəni təkcə oxşar evdə yox. Я действительно купил дом своей мечты. Mən həqiqətən də öz arzumun evini almışdım. Отремонтировал его и даже не знал об этом. Onu təmir etmişəm və bu haqda heç bilməmişəm. Я посмотрел на доску с фотографией и заплакал. Mən şəkillərlə olan lövhəyə baxdım və ağlamağa başladım. Потому что был поражен до глубины души. Ona görə ki mən ürəyimin dərinliklərinə qədər, yəni heyrət içində idim. Kenan спросил, Kenan soruşdu. Почему ты плачешь? Niyə sən ağlayırsan? Я наконец понял, как работает закон притяжения. Mən nəhayət başa düşdüm, necə işləyir cazibə qanunu. Я наконец ощутил силу визуализации. Mən nəhayət vizuallaşdırmanın gücünü hiss etdim. Я наконец понял все, что я читал. Mən nəhayət nə oxumuşdumsa, hamısını başa düşdüm. Ведь то, над чем я работал целую жизнь, то, как я создавал компании, это работало и для моего дома. Ведь то, над чем я работал целую жизнь. Axı məhz o, nəinki üzərində mən bütün ömrüm boyu işləmişəm. То, как я создавал компании. O şey ki mən kampanya, şirkət qurmuşam. Это работало и для моего дома. Və o, həm də mənim evim üçün işlədi. Я купил дом своей мечты и даже не заметил этого. Mən arzumun, yəni xəyallarımın, burada təkdə işlənsə də miçdi, yəni Azərbaycanca biz belə deyirik. Mən xəyallarımın evini almışam. И даже не заметил этого. Və hətta buna fikir verməmişəm. Воображение – это все. Təxəyyül etmək bu hər şeydir. Это предварительный просмотр будущих событий. Bu, gələcək hadisələrin əvvəlcədən görünümüdür. Вы можете позволить своему воображению вовсю разойтись с помощью доски visualizации. Siz icazə verə bilərsiniz öz təxəyyülünüzə. Çox, yəni ümumiyyətlə bu bir frazadır ki, позволить воображению вовсю разойтись. Yəni vəfsu, yəni tamamilə, son dərəcə, yəni nə qədər mümkündür, yəni o qədər xəyal etməkdə, yəni sərhədsiz formada. С помощью доски визуализации. Визуализация lövhələrinin köməkliyi ilə. Вешайте туда картинки всего, чего вы хотите. Любые картинки вашей жизни. Какой вы хотите, чтобы она стала. Вешайте туда картинки всего. Asın ora hər şeyin şəklini. Чего вы хотите. Nəyi istəyirsiniz? Любые картинки вашей жизни. Sizin həyatınızın istənilən rəsmlərini. Какой вы хотите, necə istəyirsiniz, чтобы она стала. O olsun, yəni sizin həyatınız olsun.
Hansı həyatı istəyirsinizsə onun rəsmlərini. Обязательно повесьте доску туда, где вы будете видеть ее каждый день, как сделал и Джон Ассараф. Обязательно повесьте dosku tуда, mütləq lövhəni asın ora, где вы будете видеть ее каждый день. Harda ki siz onu hər gün görəcəksiniz. Как сделал и Джон Ассараф. Джон Ассараф'ın da elədiyi kimi. Чувствуйте, что вы уже обладаете этими вещами. Hiss edin ki siz artıq bu şeylərə sahibsiniz. По мере того, как вы получаете желаемое и испытываете благодарность за это, вы можете заменять старые картинки новыми. По мере того, как вы получаете желаемое, siz arzu olunan aldığınız alanda, yəni по мере того aldıqca и испытываете благодарность за это və buna görə siz minnətdarlıq hiss elədikcə вы можете заменять старые картинки новыми. Siz köhnə şəkilləri yeni şəkillərlə əvəz edə bilərsiniz. Это великолепный способ познакомить детей с законом притяжения. Bu çox möhtəşəm bir yoldur ki, uşaqları da cazibə qanunu ilə tanış etməyə. Я надеюсь, идея создания досок визуализации вдохновит родителей и учителей по всему mиру. Mən ümid edirəm ki, vizualizasiya lövhələrinin yaradılması fikri bütün dünyada valideynləri və müəllimləri вдохновит, yəni ilham verəcək onlara. Один человек с форума Тайны наклеил на такую доску картинки с DVD-фильма. Bir insan, bir adam Tayna, yəni Sir forumundan DVD filmdən bir rəsmi bu lövhəyə yapışdırıb. Он посмотрел Тайну, но своей копии у него не было. O sirrə baxıb, yəni Sir filmindən söhbət gedir. Sirrə baxıb və onun özündə isə onun özünə məxsus olan surəti yox imiş onun. Yəni o hardansa baxıb filmə və onda o kopya yox imiş. Filmin özü onda yox imiş. Через 2 дня после этого на меня внезапно нашло вдохновение, и я поместила на форуме объявление, что отдаю диск с фильмом первым 10 ответившим. Через 2 дня после этого, bundan 2 gün sonra, на меня внезапно нашло вдохновение. Mənə qəfildən belə bir ilham gəldi. И я поместила на форуме объявление, və mən forumda elan yerləşdirdim, что отдаю диск с фильмом первым 10 ответившим. O haqda elan ki, mən filmin diskini verəcəm ilk 10 cavab verənə. Yəni orada cavab yazana da, formu doldurana. Этот человек попал в десятку. Bu adam onluğa düşmüşdü. Он получил копию фильма через 2 дня после помещения картинки на доску визуализации. Он получил копию фильма. O filmin kopyasını, surətini əldə etdi. Vizualizasiya lövhəsinə rəsmi yerləşdirəndən 2 gün sonra. Диск с тайной или дом, радость, творение и получение сотворенного необычайно. Disk с tayной, tayna olan, yəni sir olan disk və yaxud da ki ev, радость творения, yaratmanın sevincidir. И получение сотворенного необычайно. Və qeyri-adi yaradılışın alınmağıdır. Bunu birə-bir tərcümə eləmək olmur. Ümid edirəm ki, başa düşürsünüz nə demək istəyirəm. Ola bilər bəlkə başqa bir formada bunu başqa sözlərlə əvəz etmək olar. Amma mən hərfi tərcümə elədim. О другом примере mощной визуализации рассказала мне мать. Güclü şəkildə vizuallaşdırmanın digər bir misalı, nümunəsi haqqında mənə anam danışıb. Она покупала новый дом, но кроме нее на тот же дом претендовали еще несколько человек. Она покупала новый дом.
O yeni ev alırdı. Но кроме нее ve ondan başka, ama ondan başka, на тот же дом, həmin evə претендовали еще несколько человек. Yəni həmin evi də bir neçə insan hələ istəyirdi, yəni almaq. Моя мать решила использовать тайну, чтобы получить дом. Mənim anam qərara gəldi sirri istifadə etməyi, evi almaq üçün. Она села и написала свое имя и новый адрес, адрес этого дома много-много раз. O əyləşdi və öz adını yazdı və yeni ünvanı, yəni bu evin ünvanını много-много раз, çoxlu dəfələrlə. Затем вообразила, как расставит мебель в своем новом доме. Sonra başladı xəyal qurmağa, necə mebelləri yerləşdirəcək в своем доме, öz evində. Спустя несколько часов после того, как она все это проделала, ей позвонили и сказали, что дом достается ей. Спустя несколько часов после того, как она все это проделала. Bütün bunları etdikdən bir neçə saat keçəndən sonra ей позвонили, ona zəng etdilər və dedilər, что дом достается ей. Dedilər ki, yəni ev ona çatır. Она была в восторге, o çox sevindi. Но не очень удивилась, amma çox da təəccüblənmədi. Потому что знала, ona görə ki bilirdi, что дом уже принадлежит ей. Bilirdi ki ev artıq ona məxsusdur. Вот молодец. Budur, aferin. Выберите, чего вы хотите. Seçin nəyi istəyirsiniz. Поверьте, что вы можете это получить. İnanın ki siz bunu əldə edə bilərsiniz. Поверьте, что вы заслуживаете этого и что это для вас возможно. Поверьте, что вы заслуживаете этого. İnanın ki siz buna layiqsiniz. И что это для вас возможно. Və bu sizin üçün mümkündür. А потом каждый день на несколько минут закрывайте глаза и визуализируйте, что вы имеете желаемое, чувствуете, что оно у вас уже есть. А потом каждый день на несколько минут закрывайте глаза. Sonra isə hər gün bir neçə dəqiqəlik gözlərinizi yumun. И визуализируйте və vizuallaşdırın, что вы имеете желаемое. Vizuallaşdırın ki siz arzu elədiyinizə artıq sahibsiniz. Чувствуйте, hiss edin, что оно у вас уже есть. Hiss edin ki o artıq sizdə var. После этого сосредоточьтесь на том, за что вы благодарны судьбе. Ощутите эту признательность и наслаждайтесь ею. После этого, bundan sonra сосредоточьтесь на том, onun üzərində fokuslanın, за что вы благодарны судьбе, yəni onun üzərindəki nəyə görə siz taleyə minnətdarsınız. Ощутите эту признательность, bu minnətdarlığı hiss edin и наслаждайтесь ею və bundan zövq alın. Потом продолжайте ваш день. Sonra öz gününüzü davam edin. И предоставьте Вселенной заботиться о том, как доставить вам желаемое. Və kainata tapşırın, o haqda, yəni artıq maraqlansın ki, onu sizə arzu elədiyinizi sizə necə çatdırsın. Yəni burada məqsəd odur ki, siz istəyin və necə olacağı sizi maraqlandırmasın. Bunu artıq kainata ötürün, necə olacağı, yəni o sistemin işidir. Запомните тайну. Sirri yadda saxlayın. Ожидание – огромная притягательная сила. Gözlenti böyük çekici gücdür. Ожидайте того, чего вы хотите, и не ожидайте того, чего не хотите. Gözləyin onu, nəyi siz istəyirsiniz. Gözləməyin onu, nəyi istəmirsiniz. Благодарность – мощный метод для увеличения вашей энергии и привнесения в вашу жизнь того, чего вы хотите. Minnətdarlıq güclü metoddur enerjinizi böyütmək üçün
və həyatınıza nə istəyirsiniz gətirmək üçün. Будьте благодарны за то, что уже имеете, и вы притянете еще больше хорошего. Minnətdar olun ona görə ki, nə ki artıq sizdə var və siz daha çox yaxşı şeyləri çəkəcəksiniz. Благодарность за то, что вы хотите, высказанное заранее, придает особую силу вашим желаниям и посылает сильнейший сигнал во Вселенную. Благодарность за то, что вы хотите, istədiyiniz şeyə görə minnətdar olmaq, высказанное заранее, əvvəlcədən, yəni artıq deyirsiniz, amma siz ona sahib deyilsiniz. Yəni əvvəlcədən istədiyiniz, dilə gətirdiyiniz görə minnətdar olmaq, придает особую силу вашим желаниям. Sizin arzularınıza xüsusi güc qatır и посылает сильнейший сигнал во Вселенную və ən güclü siqnalı kainata ötürür. Визуализация – это метод создания в вашем мозгу образов счастливого обладания желаемым. Vizualizasiya bu metoddur. Xoşbəxtlik ilə əldə edilmiş, yəni arzu olunan şeyin obrazlarının yaradılmasıdır. В процессе визуализации вы генерируете чувства и мысли о том, что желаемое у вас уже есть. Vizualizasiya prosesində siz hisslərinizi və düşüncələrinizi dəyişirsiniz, generируете, yəni başqa hala salırsınız o haqda ki, artıq желаемое у вас уже есть. İstədiyiniz artıq sizdə var. Закон притяжения возвращает вам это в реальности. Cazibə qanunu bunu sizə reallıqda qaytarır. Так, как вы видели в своем воображении. Həmin cür, necə siz onu öz təxəyyülünüzdə, xəyalınızda görürdünüz. Используйте закон притяжения все время. Cazibə qanunu həmişə, hər an istifadə edin. А не только для одного события. Amma təkcə bir hadisə üçün yox. Yəni, hər vəziyyətdə istifadə edin. Сделайте это своей привычкой. Bunu öz vərdişiniz edin. Образом жизни. Öz həyat tərziniz edin. В конце каждого дня перед отходом ко сну вспомните все события дня. Hər günün sonunda yatmazdan əvvəl xatırlayın günün bütün hadisələrini. Если какие-либо события или моменты не удовлетворяют вас, переиграйте их у себя в голове наиболее приятным для вас образом. Если какие-либо события или моменты, əgər hansı hadisələr və anlar ne удовлетворяют вас, sizi təmin eləmirsə daha doğrusu, переиграйте их у себя. Onları, yəni özünüzdə yenidən oynadın, yəni beyninizdə, başınızda. Наиболее приятным для вас образом. Sizə daha xoş olan obrazda, yəni olmuş hadisəni, sizə nə hadisə ki sizin xoşunuza gəlmir, amma onu beyninizdə əksi formada təkrar sizə xoş olan formada onu beyninizdə təsəvvür edin.